neçə qışından ömrümə, günümə gətir səni. Bu yaşda qismətim gülüb üzümə, baxışım əridib qəlbimdəkini. Bircə yol baxdınmı həsrət gözümə? Oxuya bilirsən qəlbimdəkini. Gözlərin bulaq tək durudur, durub. Ürəyin saçında kəməndə düşüb. Qəlbimə sənətin ecazkar durub. Bəlkə sən dünyaya gələndə düşüb. Hələ tərk etməyib qəlbimi bahar. Adını çəkəndə dilim sevinir. Yaxşı ki sən varsan, o əllərin var. Onlara dəyəndə əlim sevinir. Külahda uyuyan qızıl köz varsa, ocağı dünyadan köçməyə qoymaz. Məni məhəbbətlə süzən göz varsa, ruhumu ovxardan düşməyə qoymaz. Mən də Rahib müəllimi təbrik edirəm səmimi qəlbdən və ona uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. O qədər xoşbəxt olsun ki, xoşbəxtlik öz onu qısqansın. Qəlbi yaralanıb acı dilindən, qorxum yoxdur canıma, gətir ölümdən. Canım qurtaracaq mənim əlimdən, nakam taleyimi söyməyəcəyəm, bir daha xətrinə dəyməyəcəyəm. Axar sular kimi durulacaqsan, şimşək də buluddan sıyrılacaqsan. Başqa birinə yar olacaqsan, dərdindən mən qara gelməyəcəyəm, bir daha xətrinə dəyməyəcəyəm. Sirdə alırlar həyəcanımda, bil ki əbəs deyil həyəcanımda. Ax mən kiməm ki sənin yanında, bir daha özümü ölməyəcəyəm, mən sənin xətrinə dəyməyəcəyəm. Dərdim çox aracın ilkini bağrına, özgəyə qıymazlar eşqin bağrına. Sənin ürəyinin qapılarını həsrət baxışımla döyməyəcəyəm, bir daha xətrinə dəyməyəcəyəm. Tufanlar əsnəyir, nə qalmışaq? Mənim sevgi oxum dəyibdir daşa, tək sən xoşbəxt, bəxtiyar yaşa. Özüm gizli-gizli göynəyəcəyəm, bir daha xətrinə dəyməyəcəyəm. Mən indi mikrofon qarşısına hamımızın sevimlisi, hamımızın hörmət elədiyi böyük şair Əvəz Dəladağı dəvət edirəm. Və onu da sizin nəzərinizə çatdırmaq istəyirəm ki, əgər Əvəz Dəladağın hansısa bir şeirini dinləmək istəyirsinizsə, onun şeirin adını çəkməyin. Əvəz müəllimin o qədər böyük yaddaşı var ki, kifayətdir həmin şeirdən tək bircə misranı çəkəsiniz. Buyurun Əvəz müəllim. Çox sağ olun Əvəz müəllim. Mən Rahib haqqında danışmayacağım, çünki Rahib haqqında çox geniş danışıldı. Ancaq bir-iki lətifələr deyəcəm, Rahibin özünün başına gələn lətifələrdəndir. Belə bir yazı yazmışdım və bir yerdə də oxuyurdum. Deməli, bir nəfər toydan çıxıb, yaxşı vəziyyətdə, gəlib ta çarpayıya çata bilməyib, belə döşəmənin üstə uzun. Gecənin bir aləmində oyanıb ki, çarpayıdan düşsün, nə qədər düşə bilir. Deyir, səhər var, çarpayının başına nə olmasınsan, mən düşə bilmirəm. Deyir, ay kişi, sən elə vəziyyətdə gəlmişdin, elə döşəmənin üstəsən, hara düşürsən? Deyirəm, axı düşə bilmirəm. Bunu mən bir yerdə dərdir, Rahib deyir ki, qardaş, o mən olmuşam, onu ayrı adamın üstüne yazdım. Rahibdə kəndçi yuqarı var, ilkinlik var, soykök var. Ona görə də o kəndçi yuqarı onu dağlar qədər yuqarı edir. Və kəndin o mənzərəsini, o gözəlliyini şeirlərinə gətirir, lətifələrinə gətirir. Deməli, kənd, bir dəfə elə dəsən Rahib Dövləyib kəndə getmişdik. Kəndin, deməli, bir qulubun həyətidir, kəndin həyətində, qulubun həyətində mal gedir, qoyun gedir, adamlar gəlir, gedir.
Bu kənd adamları istədilər ki, burada oturmayalar da, yəni bura Posttorpaq deyəndə mən şappıltı ilə oturdum, belə kəndin təmizliyidir də bu gözəllik. Toy eləyəndə, indi Sumqayıtda həm mikrorayonda şadlıq evləri var, nə bilməm, o bir evlər var, amma kətdə yoxdur, kətdə bu varsa bir evdir. Sonra əmələ gəlmişdir. İndi kəndin qara damını unla ağardırlar, bu biraz təmizlənir. Samanlığı təmizləyirlər, bu da biraz təmizlənir. Sonra keçirlər, tövləni də nizama salırlar, bu da təmizlənir. İndi siyah tuturlar, bu orada qəribə gəlmir, burada qəribə gəlir. Siyah tuturlar ki, kəndin ən hörmətli adamı, uzaqdan gələn qonağı evdə yerləşdirir. Uzaqdan gəlir də. Biraz orta babları, kəndin biraz ağızlı, qurun adamlarını samanlıqda yerləşdirər. O ağızsız ayaqsızlarını da tövlədə yerləşdirir. İndi bu, burada belə qəribə gəlir, orada gəlir. İndi bir nəfər oturub bu orta yerdən, aşağıdan qalın ki, deyir ki, ay qala, əvəz müəllim gəlib, Ersal Tövlüyə. Ay qala, Lələdar gəlib, Sal Samanlığa. Qalın ki, ay qala, Şamxal müəllim gəlib, göndər evə. Yəni, bu da bir gözəl mənzərə yanar. Bu sözü deyəmlədir Sal Tövlüyə. Bu nə demək Sal Tövlüyə? Bu tövlə gözəlləşib də təmizlənir. Ona görə Rafiq müəllimi o kətli yuqarı, bax burada öz-özündən gəlir. Mən Rafiq'i çoxdan tanıyıram. Rafiq gözəl şairdir, gözəl dostdur və gözəl qələm əhlidir. Bayaq onun tələbə dostu dedi ki, Rafiq incimir, küsmür. Rafiq çox gözəl küsür, çox gözəl də incimir. Baxır kimdən harda. Özü mənə deyir ki, kimdən küsdüyüm. Təbii ki, ondan barışmaz. Əziz dostlar, hörmətli Nadir müəllim, hörmətli müəllimlər, mən sizdən çox təvəqqə edirəm, hamınızdan təvəqqə edirəm. Bu gözəl gül-çiçək balaları, bu gözəl insanları, bizim gələcəyimizi, bizim hələ həll edə bilmədiyimiz problemləri həll edən bu uşaqları incitmir. Qiymətdə xəsislik eləməyin, 5 yazın. Onun daxilində məhəbbət daha da coşqunlaşır, eşq daha da pərvazlanır, yaşa doldursun, cavanlıqda yox. Məsələn, o günləri 75 yaşlı gözəl filosof, gözəl alim, elmlər doktoru Həsən Sadıqovun 75 illik keçirəndə o bütün qızları öpürdü. Hamınız gördünüz də, yəni onun eşqi indidən əmələ gəlir, onlar qabaqdan çox. Səndən diləyim, o gözəli qismət elə mənə sən. Gözü dolub silələnib eşqimin, o gözəli qismət elə mənə sən. Ağ geyəndə elə bir ki, ay doğur, göy üzündən, yer üzündən nur yağır. Görən kimi vurulmuşam mən fağır, o gözəli qismət elə mənə sən. Bu qulaqlar, Qulaqı çölündür, suya səçdir, qulaqı çölündür. Qumar baxış, yaraları çölündür, o gözəli qismət edəməzdir. Gözləri o meşənin eşkinə, boynu bükür bənövşənin eşkinə, kəvə yolu kəhkəşanın eşkinə, o gözəli qismət edəməzsən. Gür şehidi gözlərinin qorası, cilvəlidir bizim elin sonası, universitetin sonası. Kömək elə, yola gəlsin anası, o gözəli qismət elə mənəsin.
İndi gözəllik aləmidir. İlin elə göçək vaxtıdır ki, bu ilin göçək vaxtı hamının qəlbində bir gözəllik yaranır. Gül də oradadır, çiçək də oradadır, məhəbbət də oradadır, sevgi də oradadır, gülüş də oradadır, hər şey də oradadır. Təbiətin qoynuna gedəndə o ağacın, o gülün, o çiçəyin, o dərənin, o dağın, o yarpızın, o baldırğanın hamısı sənin qəlbində poeziya çevirir. Bir səfalı bağçada sən olaydın qızım. Mən də havalı bülbül, gecəni sübhə qədər məst olaydı, məhzəninlə xımarlanıb yataydı. Bağda pöhrə olaydı. Mən də körpə sarmaşım. Sarılaydım belimə, qarışaydım terimə. Çöldə bulaq olaydım, durna gözlü bir bulaq. Mən də yolçu olaydım, susuzdan yanan yolçu. Əyləydim, öpəydim nəğməli dodağımdan. Xam xəyaldı, sevgidim, bülbül olmaq, gül olmaq. Sən elə qız olaydın, mən də bir sütun oğlan. Əl-ələ tutuşaydı, çəmənə qaçışaydı, uzanaydı rahəstə göy otların üstünə, ay nuru səpəydi qar sinənin üstünə, baş qoyaydım dizinə, baxaydım ulduzlara, baxaydım ay üzünə. Ciyərimə dolaydı gül çiçəyin qoxusu, gözlərimə qonaydı şirin sevgi yoxsu, quşlar layla çalaydı. Kaş bu gerçək olaydı, kaş bu gerçək. Biz burada yaşlı nəsil təmsil edirik, Şəmkət müəllimdir, Həsən müəllimdir, nə bilim üçdə var onların adını deyirlər. Eşkin odu, yerli dilli sönüb, bir də gül yanar yanmaz. Məhəbbətin üzü bizdən dönübdür, bizə tərəf, dönər dönməz, bilmir. Ürəyinin qalmayıbdı kəpəri, zabanlığın yörü dönməz xəbəri. Mənə çoxdan əleyləyir o pəri, o dərini qanar qanmaz, bilmir. Çox sahədə açılmayıb tələsir, diş götürülür, bel bükülür, əl əsir. Yazıq əvəz o zirvəyə tələsir, qarlı darlı donar donmaz, bilmirəm. Gəl məni danlama hər addım başı, günahı üstümə yıxmağa dəyməz, eşkin ox qabından ox tükənibdir, bu halda şikara çıxmağa dəyməz, sənin də kamanın o kaman deyil. Gülüm, o çar deyil, o zaman deyil, canıma ot salan can ozan deyil, qartılmış bədəni sıxmağa dəyməz. Bir vaxt ofsunladı məni al dilin, şirin dilin, şəkər dilin, bal dilin. Ay lələdam, niyə olub lal dilin? Belə gözəllərdən qorxmağa dəyməz. Münasibətində səni müqəddəm, ürəkdən təbrik edir. Sizə hər zaman bugünkü kimi qalmağı, bugünkü kimi sevilməyi arzu edirəm. O yanan, başınızın üstündə parlayan sevgi ateşi, sevgi, məhəbbət alovu heç zaman sizdən ayrılmasın. Bir daha sizi təbrik edirəm və sizə sizin yazdığınız şeiri təbrik edirəm. Niyə dalğaları daşa dönməyib? Niyə dalğaları daşa dönməyib? Daha ümidini kəsdim dənizdən. Səni başqası ilə görüb bilməyib, ömrümdə ilk dəfə küstüm dənizdən. Qızmar yay günündə bu nə soyuqdur? Əlində qırılan sarısı məndən. Səni qısqanmağa haqqım da yoxdur, niyə inciyirəm? Axı kim olmar? İnsan övladını sevər öpəri, daha aramıza uca dağ düşüb. Mənim qismətimə əzəldən bəri sevgi əzabları daşımaq düşüb. Öz
rızqə qismətinə yaxın gəlmərəm. Qəlbim inləsə də, darda, çətində, sevgiyə mən şərik ola bilmərəm. Gözüm yox kimsənin səadətində. Sevəndə vəfalı bir gözəl sevgi, xəyanət qurbanı olmasın ürək. Şərikli səadət, şərikli sevgi, təşnədir ürəyin nəyinə gərək. Təşnədir ürəyin nəyinə gərək. Bir daha təbrik edirəm. Axundova Aynur, 1-ci kurs Filologiya Fakültəsi. Rahim müəllim, mən sizi təbrik edirəm. Yadımdadır, sentyabrın 1 günü bizim 2-ci mühazirəmiz sizin dərsiniz idi. Və siz bizlə tanış olarkən hamımızdan bir soruşdunuz ki, qızım, razısan bu taleyindən Filologiya Fakültəsinə düşmüşsən və mən onda bildirdim ki, xeyr. Və siz dediniz ki, peşman olmayasan, uduzmamısan. Sizin kimi müəllimlər bizə dərs dedikdən sonra mən bundan bir daha əmin oluram ki, doğrudan da mən həyatda xeyli irəli düşmüşəm. Sizə sizin şeirinizi təqdim etmək istəyirəm. Əlvida desən də, unut desən də, sevda gülşənində izim qalacaq. Sənin unudulmaz xatıratında söhbətim qalacaq, sözüm qalacaq. Yoxsan bir müqəddəs qəmə düşmüşəm, şəhri şəkərindən uzaq düşmüşəm. Sənin ürəyində ocaq düşmüşəm, alovum sönsə də gözümü qalacaq. Dindirən olmasa dinən deyilsən, elə yanırsan ki sönən deyilsən. Bilsəm də geriyə dönən deyilsən, yenə yollarında gözüm qalacaq. Şairin dönərmi sevgidən üzü, coşub çalxalanar sevgi dənizi. Talih qovuşdursa yenidən bizi, üzünə baxmağa üzüm qalacaq. Sənin ürəyində izim qalacaq. Tələbələrlə görüş keçirirdim. Onların məndən xahişi bu oldu ki, biz arxeoloji qazıntılarla tədqiqat işləri aparırıq. Orada fars sözlərinə rast gəlirik, fars kəlmələri, fars hərfləri biz onları oxuya bilmirik. Çox xahiş edərdik, bizim üçün fars dili kursunu tədris edəsiniz. Mən onların təklifini qəbul elədim, ancaq qəbul eləmək asandır, gərək adam tapasan, bu dərsi kim deyəcək, kim aparacaq, kim çağıracaq. Siz ixtisası gətirməyə nə var ki? İxtisas gələndən sonra gərək axtarış edəsən, görəsən bu ixtisası deyə bilən kadrlar varmı? Biz bu istiqamətdə öz işimizi aparmışıq, yenə də aparacağıq. Ancaq bu yaxınlarda Almaniya səfəri zamanı mənə məlum oldu ki, həmin səfərdə iştirak edən yoldaşlardan bir nəfər sırf fars dili ixtisasçısıdır. Baxmayaraq ki, mədəniyyət işçidir, şairdir, publisistdir, ancaq bunun əsl ixtisası fars dilidir. Deməli, bir həftə biz Almaniyada qaldıq, hamı öz keyfindəydik, mən isə düşmüşdüm bunun böyünü, o tərəfə gedirdim, bu tərəfə. Əşrəf müəllim, amandır, gəl bizdə fars dili dərsi deyilən. Nəhayət, Əşrəf müəllimi də yoldan çıxarıb bu universitetə gətirə bilmişəm. İndi mən Əşrəf müəllimi başqa cür təqdim eləmək istəmirəm. Mən Əşrəf müəllimi Sumqayıt Dövlət Universitetinin müəllimi kimi təqdim edirəm. Buyurun Əşrəf müəllim. Müəllimlər, alimlər və çox hörmət bəslədiyimiz bir həftənin içərisində demək olar ki, göl yoldaşlığı ilə çox yaxın təmasda olduğumuz ürəyimə həkk olunan nadirdən Rafiq Yusifoğlu nəinki Sumqayıtların, bütün Azərbaycanın yaxından tanıdığı, sevdiyi, oxuduğu şairlərdən və alimlərdən biridir. Və onun yaradıcılığı haqqında öz tələbə dostu, gözəl alimimiz ürək sözlərini o qədər sərras dəqiqliklə dedi ki, və mənim əlavə bir şey əlavə eləməyə olar, elə bir ki, imkanlarım məhduddur. Həm də mən Rafiqin ömür
Kəcaləsi kitabında öz ürək sözlərimi yazılı şəkildə demişəm. Yəqin oxucular, şahid tələbələr, universitet tələbələri o kitabı oxuyurlarsa, orada Əşrəf Veysəlin, Rafiqin Məhəmməd Füzuli haqqında yazdığı poema haqqında ürək sözlərini oxumamış olmazlar. Mən bu gözəl görüşdən belə Rafiqi bir daha bağrıma basıram, ona böyük yaradıcılıq uğurları arzulayıram. Yəni, böyük məhəbbət həm də böyük yaradıcılıq gətirir və inanıram ki, Rafiq müəllimdən, eləcə də Əvəz müəllimdən bu tələbələrin, universitet tələbələrin münasibəti yalnız və yalnız müəllim tələbə münasibətləridir və o məhəbbət də müəllimin öz tələbəsinə ünvanlanmış ata, valideyn məhəbbətindən ibarətdir. Deyirlər, fars şairlərindən biri Nadir müəllim dərs dediyi vaxtı bir də baxıb görür ki, bir uşağın ayağı yalındır, bayırda qar yağır və bunun ayağı cadar-cadar olub, o cadarlardan qan gəlir. Bir şagirdə baxır, bir özünə baxır, deyir ki, düşündüm, müəlliməm, yaraşmaz mənə şagird qarşısında dərdimi demək. Elə bilirəm ki, müəyyən mənada biz bu sərhədləri qorumalıyıq. Və mən böyük Məhəmməd Füzulinin, yəni Rafiqin vurğunu olduğu və bugün bəzilərinin tərəkəmə ədəbiyyatı adlandırdıqları çox təəssüf edən ki, belə gənclər deyilsizlər ki, Məhəmməd Füzulini indi onun yaradıcılığını və bizim gözəl klassik ədəbiyyatımızı tərəkəmə ədəbiyyatı adlandırırlar, dodaq büzürlər, ağız büzürlər, hansı ki özlərində yazdıqları bir şey yox, bir əsər yaradırlar. Mən böyük Məhəmməd Füzulinin bir qəzəlini demək istəyirəm. Şanə, ey gül, o qara zülfünü zinhar eləmə, gəl ürək bəstlərinin həmdəmini xar eləmə, əyilib tökmə yerə kirpiyimi, ey qəddim, yoluma tökmə tikan sən mənə azad eləmə, çəkmə hörmətsiz onun zülfünü, ey məşşafə, ilanın ağzına barmağı giriftar eləmə, qəm çölün seyr eləmək şivəsidir məcnunun, onu təqlid edərək sən belə təkrar eləmə, iş pis olduqda gülüm qəlbə küdurət vermə, yüz fikir dağını gəl sən sinəmə bar eləmə, ey qəza, sən gözəlin ruyuna xal qoyduqda, bəbəyimdən götürüb burada məni zar eləmə. Və elə bilirəm ki, biz hamımız Məhəmməd Füzuli məktəbinin övladlarıyıq. Onun böyük poeziyasına, onun dünya ədəbiyyat xəzinəsinə daxil olmuş böyük söz poeziyasını, söz dünyasını bəzəyən şeirlərinə poeziyasına layiq insanlar olacaq və bu yolda mən Rafiqə yuxusuz gecələr narahat məmənlər aranıyorum. Bir daha bağırma basıram, öpürüm bu, yalan. Əşrəf müəllim, söz veririk ki, buranı da qaydaya salacaq. O tədbirlər başlamazdan əvvəl həmişə biz öz günahımızı bilirik və ilahları da qəbul edirik. Ancaq yenge, kasımın olanı budur, hələlik budur.
Söz Tarix Filologiya Fakültəsinin dekanı Adil Baxşəliyev. Hörmətli Nadir müəllim. Hörmətli Nadir müəllim, mənə söz verdiyiniz görə minnətdaram sizə. Siz mənə söz verəndə məni Tarix Filologiya Fakültəsinin dekanı kimi təqdim ediniz. Amma çox əfsus ki, tələbələrimiz burada hələ Filologiya Fakültəsinin tələbələr kimi özləri təqdim edirdi. Mənə elə gəlir ki, fakültə ayrılmalı prosesdir. Bu nə vaxtsa olar. İndidən hələ tələbələr özü Filologiya Fakültəsinin tələbələr kimi verməyə düz deyil. Rauf müəllim, mən sizə bugünkü gündə nə arzulayıram? Sizə xoşbəxtlik arzulayıram, can sağlığı arzulayıram. Mənə elə gəlir ki, həyatda hər şey bundan asılıdır. Qoy bizim dünyamız, səmamız aydın olsun, torpaqlarımız tezliklə qaytarılsın, vətən torpaqları azad olsun. Mənə elə gəlir ki, siz bundan sonra daha gözəl şeirlər yazarsınız. Daha bundan sonra qələminiz məhsuldar olacaq. Mən Rafiq müəllim haqqında nə deyərdim? Bura təzə işə gələndə Rafiq müəllimi tanıdım, Şamxəli müəllimi tanıdım. İnanın, həmən gündən bu günə qədər bizim bu fakültənin bir tələbəsi doğrusu gəlib deməyib ki, ya Şamxəli müəllimin mənim bir narazılığım var, ya Rafiq müəllimin. Bunlar hər ikisi təmənnasız müəllimlərdir. Fakültənin dekanı sizin müəlliminizin qarşısında baş əyəm. Sizə xeyran olun mən. Sizin bizim bu fakültədə işiniz demək olar ki, mənim işimlə o rahatçılığı deməkdir. Rahatam o sahədən ki, hər iki müəllim buradadır, tələbələrimizə elm öyrədirlər, tələbələrimizin elmi tədqiqat işlərinə maraqlandırırlar. Bu mənada da mən bir də deyirəm, bizə sizin kimi müəllimlər çox lazımdır. Dəfələrlə Şamxəli müəllim, sizinlə də söhbətim olub, Rafiq müəllimlə söhbətim olub. Nadir müəllim bayaq dedi, getmək də istəmirsiniz, lakin Nadir müəllim çox yaşlı sizi burada saxlayıbdır və mən sizə fakültənin dekanı kimi sizə olan ehtiyacımı bildirirəm ki, bir də xahiş edirəm, o fikirlərinizdən əl çəkin. Hər halda Nadir müəllim də sizi buraşdata qəbul edəndə onu nəzərə alıbdır ki, bizim sizə ehtiyacımız var. Rafiq müəllimin yaradıcılığından danışarkən, mən Rafiq müəllimin Əvəz müəllim də buradadır, Çəkli Xatirə Kəcavəsi əsərini oxumuşam. İnsan nə qədər kökünə bağlı olar, əmisinə, dayısına, babasına, atasına nə qədər bağlı olar. İnsan ki, atasına, babasına, elinə, kökünə bağlı olur, o insan basılmazdır. Mən Rafiq müəllimin əsərlərində bunu görürəm. Çünki Rafiq müəllim öz elinə, obasına bağlı adamdır. Halal çörək yeyib, bu əsəri oxuyanda mən görürəm. Halal çörək yeyib, halal zəhmətlə böyüyübdür. Ona görə də Rafiq müəllim o zirvəyə çatası bir yoldaşdır. Rafiq müəllim bütün insanların xatirəsində ona görə qalacaq ki, Rafiq müəllim Göyərçin jurnalının redaktorudur. Rafiq müəllim körpələri sevindirmək böyük bir neymətdir mən deyərdim. O Göyərçin rəngli jurnalları alan o şagirdlər, orta məktəb şagirdləri, orada özlərinin şeirlərini görürlər, orada özlərinin rəsmlərini görürlər. Və bu siz bir dəfə o jurnalın naşiri kimi yaddaşda qalırsınız. Mən Rafiq müəllimi gözəl alim, gözəl tədqiqatçı kimi tanıyıram və həm də gözəl ailə başçısıdır. Bir qədər bundan əvvəl Nadir müəllim dedi, Almaniyaya gedəndə Nadir müəllim Məşrəflərlə bir yerdə gedəndə biz yola sardıq Yalçın müəllimlə bunları. Orada Rafiq müəllimi gördüm. Nəysə Rafiq müəllim dedi, oğlum Almaniyadan gəlib, baş hava limanında onu qarşılayıram. Mən onda başa düşdüm ki, gör bu insan öz zəhməti kimi, oğlun da bu qədər zəhmətkeş, əməksevət böyüdüb ki, hətta Amerikaya göndərir oğlunu təhsil almağa. Amma bizim elə valideynlər var ki, açıq deyil. Uşağın səhər buradan təhsil göndərir, uşağa gəlib təhsil çıxır Nadir müəllim. Bax, bizim belə valideynlərə əhsən olsun ki, öz övladlarını uzaq Amerikaya, Avropaya oxumağa göndərirlər. Avropa təhsilini, Amerika təhsilini qaytarıb bizim ölkəmizdə təbliğ edirlər. Mən Rafiq müəllim, sizin yaradıcılığına doğrudan da heyranam. Siz öz qələminizlə bu xalqa xidmət eləmişsiniz, bu dövlətə xidmət eləmişsiniz. Öz yazılarınızda Azərbaycan xalqının dövlətçiliyini qoruyursunuz. Mən bunu sizin yazılarınızda oxuyuram və sizə bu yolda, yaradıcılıq yolunda uğurlar arzulayıram. Sağ olun. Mən sizi təbrik ediyorum. Əvvəla
hamınızı salamlayıram və mən Əliyeva Gülnar Filologiya Fakültəsinin 1-ci kurs tələbəsiyim. Bizim bir dəqiqə. Adil müəllim, sizin iradı qəbul eləmirik. Bu ədəbiyyatçılar tarixçilər da ayrılmaq istəyir, ədəbiyyatçılar da ayrılmaq istəyir. Onların ikisinin bir-birinə böyük qısqancı var. Ona görə bugünkü Filologiya Fakültəsi söhbətini təbii qəbul edir. Buyur. Əzizimiz Rafik müəllim, sizin bu gözəl yaradıcılıq gününüzdə sizə təbrik edirəm və sizə uzun ömür, yaradıcılıq arzuları və həyatda müvəffəqiyyətlər arzulayıram və sizin şeirinizdən sizi təbrik etmək istəyirəm. Bəs sən məni itirməkdən qorxmursan? Əllərinə nə vaxt çatar əllərim? Gecə gündüz hey sayıram günləri, həsrətindən solur sevgi gülləri. Yağış olub ürəyimə axmırsan. Bəs sən məni itirməkdən qorxmursan? Sədaqətli olanları kim söyər? Öz eşqimlə yük olmadım kimsəyə, təbəssümün niyə dönmür şimşəyə? Daha sevgi göylərimdə çaxmırsan, bəs sən məni itirməkdən qorxmursan? Ömrüm boyu bir ilahi nurlayam, ürəyimə sevgi düşər parlayam, eşq toxumu cücərdən bir tarlayam. Selə dönüb, ürəyim sinəm üstdən axmırsan, bəs sən məni itirməkdən qorxmursan? Qəlbimdəki həsrət iynə-iynədir, heç bilmirsən torpaq nədir? Göy nədir, ürəyimi bir sevgi göylədir. Utanırsan, gözlərimə baxmırsan, bəs sən məni itirməkdən qorxmursan? Rafik müəllim, yenə sizi təbrik edirəm. Birinci kurs Tarix Filologiya Fakültəsinin Əliyeva Gülnar. Rafik müəllim. Demək istəyirəm. Allah'ım sən olmuşsan, əzəldən qanağımız, pərəm-pərəm düşmüşük, nə idi günahımız? Qaçqınların harayı göylərə bülənd olub, müqəddəs yurd yerimiz, kafirlərə kənd olub. Qudurub qəvi düşmən, bizə yar ol, yaradan, anaların qəlbini sağalt dərddən yaradan. Yetmir köməyimizə, daha səbir hüsələ, Allah'ım yurdumuzu bəlalardan hüsələ. Bir daha sizi yaradıcılıq günü münasibətinə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Tarix Filologiya Fakültəsinin 2-ci kurs tələbəsi Gülistan. Adı mənim Zəhmə Ağardova görə mən qorxub dedim. Mən elə bilirdim, bu sevda söner. Onsuz da qəlbimin çoxdur sevsən. Bir səhər kənzi tapşırıb sənə sakitcə yüz tutdum meşəyə sana. Çıxdı yollarıma nərgiz və nöfşə, dörd yanım laləzar, dörd yanım çiçək, könlümə yatmadı nə dağ, nə meşə, səni arzuladı sevdalı yürək. Hicran günlərində gözlərim dolar, köpə yox, gəlmişəm sanki bir ara. Sən qəlbimə giricə ötən sevdalar, utanıb qəlbimdən çıxıb bayra. Qonur gözlərini elə vuruldu, eşq odu qəlbimdə çətin ki sönə. Ömrün payızında bəxtəvər oldum, taliyim saadət bəxş etdi mənə. Üstümdə əsirəm bu saadətin, gözümə ayrılıq dumanı çöktü. Mən gəldim, sən getdin, bu məhəbbəti talib bir dəfə də sınağı çəkdi.
Mənə qanad verən məhəbbətindir. Sevda göylərində uçan quşa bax. Göylərdən qəlbimə məhəbbət indi. Duydum ki, çətindir sənsiz yaşamaq. Məndən uzaqdasın, əzizim. Sənə nə əlim yetişir, nə də ki ünüm. Vüsal həsrəti ilə göynəyir sinəm. Qayıt gəl yanıma, başına dönüm. Sellər yaman günə qoyub gölləri. Qayıt gəl, bulanıq sular durulsun. Qayıt gəl, qəlbimin solan gülləri sənin göz yaşınla bəxtəvər olsun. Vüsal həsrəti ilə qamətim bükülüb mənim. Ayrılıq azaldıb dəyanətimi. Gözlərim yoluna dikilib mənim. Qayıt, qayıt, yetim qoyma saadətimi. Yetim qoyma saadətimi. Sizə uzun ömür, can sağlığı arzulayıram. Və bir də onu arzulayıram ki, sizin yaradıcılığınızda duyduğumuz sayıların, şəlalələrin şabraq səsi, üfüqlərin şüalarıyla bizi qızındıran günəşin hərarəti və nəhayət Rafiq Yusufoğlu qəlbindəki məhəbbət, sevgi tükənməsin. Və arzulayıram ki, qələmimiz heç zaman kökdən düşməsin. Bir daha təşəkkür edirəm. Çıxış eləmək, söz demək istəyənlər çoxdur. 2 saata yaxındır buradayım. Mən belə təklif edərdim ki, Həsən müəllim qısaca bir kəlmə söz desin. Sonra bizim Rafiq Yusufoğlu'na söz verəcəm. Çox hörmətli Nadir müəllim. Təşəkkür edirəm ki, məhdud zamanda mənə də söz verdiniz. Təşəkkür edirəm. Hörmətli tələbələr, müəllimlər, bugün şair, şair yığıncağı məclisi söhbəti gedir. Qəbul etsək ki, şərq aləmində fəlsəfi fikirlə bədii, estetik şeir gözəlliyi vəhdətdə yaranmışdır. Yəni Nizami, Füzuli, Nəimi, Nəsimi, Tusi həm şair, həm filosof olmuşlar. Mənim susmağa haqqım yoxdur. Mən Rafiq müəllimi demək olar ki, hamıdan əvvəl, sizdən əvvəl tanıyıram. Kökün tanıyıram, üzr istəyirəm ifadəmə görə. Rafiq müəllimin həm ata babası, həm ana babası, rəhmətli Ələmi və Müşrəvan müəllim Zəngəzur mahalında bir nömrəli marifçi olmuşlar. Savadsız adamları o köləlikdən kurtarmakta xeyli iş görmüşlər. Əmisi fəlsəfə elmləri Namizədi Mirağa Əliyev 1941-45-ci illərdə Tavanrog şəhərindən Berlinə qədər 416-cı divizyanın siyasi işçisi kimi Azərbaycan xalqının adını qaldırmışdır. Rafiq müəllim təsadüf şair, təsadüf müəllim, təsadüf ədib deyildir. Rafiq müəllimin əmisi doçent rəhmətli Mehdi Əliyev sizin təhsil aldığınız universitetin gülövrə daşın qoyanlardan biridir. Və bizim şəhərimizdə, universitetimizdə
Mehdi müəllimin haqqı çoxdur. Biz onu heç vaxt unutmayacağıq. Mən nə demək istəyirəm? Demək istəyirəm ki, Aşıq Ələsgər hərdən yadıma düşür. Elə qısasın deyim də siz bilirsiniz. Yovşan bəsləməklə kəmənzar olmaz. Aşıq Ələsgər deyim. Rafiq müəllimin kökü, bünövrəsi Salvartı dağlarının soyuq sularından, təmiz havasından gəlir. Onun Ömür Kəcavəsi kitabına Nurlu İnsanlar adlı yazı vermişəm. Atası və 2 əmiləri haqqında şadam ki, mənim də yazılarım gedibdir. Onun əsərlərindən azdan çoxdan xəbərdaram. Başdan ayağa fəlsəfədir. Fəlsəfə nədir ki? Həyatdır, varlıqdır. Estetikamda qəbul eləsək gözəllikdir, incəlikdir. Bu kategoriyaların hamısı onun əsərlərində vardır. Və mən şadam ki, bugün bizim universitetdə Rafiq müəllimlər kimi və Rafiqin özü, mən özüm də filologiya fakültəsi qurtarmışam, Rus dili filologiyası, əlbəttə. Sizin üçün Rafiq müəllim tapıntıdır. Rafiq müəllim üçün universitet tapıntıdır. İndi isə söz Rafiq Yusufovuna verilir. Çox sağ olun. Uşaq ədəbiyyatı ilə məşğul olduğum üçün qədim dərslikləri həmişə vərəqləyirəm. Bu yaxınlarda jurnala qədim dərsliklərimizdən mətn seçəndə maraqlı bir mətnə rast gəldim. Bu mətndə deyilir ki, uşaq saç-saqqalını ağartmış babasından soruşur ki, baba sənin neçə yaşın var? Baba deyir, oğlum, mənim 3 yaşım var. Uşaq təəccüblənir, deyir, baba ola bilməz, sənin yaşın çoxdur. Deyir, oğul, indi dərk eləmişəm ki, insanın yaşı onun vətənə, xalqa, insanlığa xidməti ilə ölçülür. Ona görə də mənim cəmi cümlətanı 3 yaşım var. Mən bunu niyə dedim? 1-2 gün bundan qabaq universitetimizin ağsaqqallarından birinin elə indicə kürsünü tərk edən Həsən müəllimin yubileyi idi. Onda bu universitetin memarı və qurucusu Nadir müəllim bir söz dedi, mənim çox hoşuma gəldi. Dedi ki, Nadir müəllim, 3 yaşlı bir uşaq Həsən baba səni təbrik eləməyə gəlir. Mən çox sevinirəm ki, böyük Azərbaycanımızın kiçik modeli olan Sumqayıtda belə bir universitet açılıb. Çox sevinirəm ki, onun təməl daşını çox hörmət elədiyim Nadir müəllim qoyubdur. Nadir müəllim, mən sizə, sizin rəhbərlik elədiyiniz kollektivə bütün bu görüşün
hazırlanmasında zəhməti olan adamların hamısına öz dərin minnətdarlığımı bildirirəm. Çıxış edənlərin hamısına. Elə yoldaşlarım var, mənim qələm dostlarım var, burada iştirak edirlər. Onlar çıxış edə bilmədilər, onlardan üzr istəyirəm. İbrahim İlyaslıdır, Elbrus müəllimdir, Füzuli müəllimdir. Çox sağ olun bura gəldiyinizə görə, sizin hamınıza minnətdaram. Ötən əsrdə talihsiz bir şairimiz olub, Məhəmməd Hadi. Onun talihsizliyinin biri de ondadır ki, dili biraz gəlizdir, müasir oxucular onu başa düşə bilmir. O, şeirlərinin birində bu misraları işlədib. İmzasını qoymuş miləl övraqi həyatə, yox millətimin xətti bu imzalar içində. Mən onu mənim imzam adlı bir şeirə epiqraf gətirmişəm. O şeiri oxumaqla çıxışıma başlamaq istəyirəm. İmzam yoxsa imzaların içində mənim dərdim araz olub çağlayar. Mənim imzam öz qüdrətli çiynində dünənimi, bugünümü saxlayar. Xətainin qüdrətinə bələdəm, boşalmayıb kəhərin pörüsü, namərvərlər pozanmayıb hələ də, mənim imzam xudafərin körüsü. Mənim imzam Təbriz, Qarabağ, Gəncə, mənim imzam Qostanın daşında, mənim imzam qız qarası əlincə, mənim imzam tarixin yaddaşında. Sərgimizə özgə quşlar dalanıb, təzə-təzə sevda gəzir başımda. Mənim imzam, məni danan nadanın həkk olunub ocağının başında. Bir gün tarix yapışacaq yaxamdan. Kim salacaq bu işləri nizama? Övladımın damarında axan qan təmizdirsə, zaval yoxdur imzama. Mən bu şeirdən niyə başladım? Tələbələrlə üst tuturam. Tələbələrə üst tuturam. Ən çətin bir məqam yaranır. Çətin məqam nədən ibarətdir? Müəyyən mənada bədii meyarların etdiyi bir dövrdə yaşayır. Belə bir dövrdə filologiya fakültəsinin tələbələrlə böyük yaşayır. Mən şad oldum ki, mənim tələbələr şeiri duyan oxuyurlar. Və mən inandım ki, onlar yalansız eyvançılardan, yalansız vericilərdən, ucuz ədəbiyyat nümunələri yaradanlardan intiqam alan ordumuzun komandirləri olacaqlar. Bəli başlar, sizin hamınıza uğurlar verir. Həsən müəllim danışanda fəlsəfədən danışdı. Yanıma tələbəlik illərində o fəlsəfi kategoriyalarla bağlı olan yazdığı şeirlər düşdü. Şantarlı qardaşım tanışanda o illəri xatırladım. Şeirin adı Məhdətdir. Əşliklərin Məhdətdir mübarizəsi qalan yazılır. Qəlbimdə məhəbbət, ürəyində kin. Tamam fərqlənlirik bir-birimizdən. Bəzən düşünürəm. Yəqin maqnitin şimal qütbü sənsən, cənub qütbü mən. Deyirsən, tutmarıq bir-birimizlə. Bunu düşünmüşəm dərindən dərin. Deyirəm əzizim, bir məni dinlən. Olmur mu vəhdəti, əksliklər? Və mən indi sizə xatirələrlə bağlı bir şeir olmaq istəyirəm. Yəni ritmini dəyişmək istəyirəm şeirin. Bu şeiri qeyri vaxtda yazmışam. Həsən müəllimin yubileyində, Həsən müəllimin adı
bizim rayonlara, eldə, ovala bir dünyasını dəyişən o vaxt zurnasılıqla məşğul olan Sarı Həsən deyilən bir adam yadda saldı və xatirələr qanalında tələbələrimə deyilən etnografik poeziyanın nümunəsidir. O şeiri oxumaq və sizi özümü də o dünyaya aparmaq istəyirəm. Nə var? Sarı Həsənin ovruqları şişələri kəndə hala edir. Yığışanıdığınız gəlin eyvanların altına öz toyları düşərdi nənələrin yadına. Bəy qazan dibi, hava biraz nəmişdi, baş qızışdı oyuna, qoyun quzu əmişdi, nurlanmışdı, günəşi istəyirdi ay dana, sümükləri yanmışlar düşərdilər meydana. Dəmçi yaman coşubdu. Bu toy kimin toyudu? Yelliyirdi başını, güya çalan oydu. Deyirdilər ay İmran, dən tutursan eləsən, nə olar bir dəfədə düttülü deyiləsən? Toy başına nə oldu? Yoruldu çal-çağırdan, o qədər şabaş dedi, batdı səsi axırda. Neçə cavan ax çəkdi, neçə qoca odlandı. Nə durmusan, ay Həsən, bir çal gəlin atlandı, kənddə şüşə qalmadı, çilik-çilik etdilər. Uşaqlar qız evinə xəbərçilik etdilər. Aydınlıq olsun təki, şənlik həmişə olsun, ürəkləri qırmayın, sınanlar şüşə olsun. Günəş çıxdı üfüqdən, günəş təzə gəlindi, onun gül cəmalına oğulsan bax gəlindi. O gün nələr danışdı qızlar çeşmə üstündə, dava düşdü gəlinin sağ əlinin üstündə. O dedi mənim başıma, bu dedi mənim başıma. Gileyləndi bir qarı, nə deyim yaşıma. Dilə gəldi ağzalı, xatirələr dindilər. Qocalar o havanı dəstəliyib, xəyalən toylarına döndülər. Bəsdir, təriflədik bu boz sərçəni. Çox, deyəsən, unuttum. Görmür bu da talihimdir, məxşılıq deyə bilmədim. İlk misralar yadımdan çıxdı. Onacan bir başqa şeir oxuyum. Ayaqları burada rəqs olanda bir yenə də tələbəli illərimi xatırladım. Tələbələrimə demişəm, müəllimlərimin də dünyasını dəyişənlərin ruhu şad olsun. O vaxtki nəzəriyyə kitablarında yazılmışdı ki, Azərbaycan ədəbiyyatında 9 hecalı şeir yoxdur. Şamxəlli yəqin yadımda olar. Birinci quşda oxuyuruq. Gəldik bir vaxtımızdır. Kamal müəllim rəhmətlik mühasibə oxuyur. 8 hecalıdan keçdi 9 hecalıya. 9 hecalı şeirlər danışanda dedi ki, Azərbaycan ədəbiyyatında 9 hecalı şeir yoxdur. Və də nətər olsa yerdən dedim ki, var. Rəxman, qalx ələ, yox. Dedim, var. Dedim, de görüm. Dedim, araqçının məndədir, Ceylan. Sərmişəm çəməndədir, Ceylan. Aləm gözələ dönsə, Ceylan. Mənim gözüm səndədir, Ceylan. Kamal mənim özünə məxsus bir şəkildə filologlar bilir. Araqçının məndədir, Ceylan. Bəndər ol, necə oldu? Sərmişəm çəməndədir, Ceylan. Neysə, və yazıldı. Bəzi qanunlarımızla yazırsınız. 9 hecalı şeirdən istifadə olur. Çok təqdir ki, həmin sözdən sonra
o sevdalı şeirə nümunə ancaq o gətirir. Araqçılıq məndədir, ceyran sərmişəm çəməndədir ceyran. Və mən çox, yəni öz kitabımda da vermişəm, çox sevirəm bu ritmi, 3-1-3 ritmindədir. Və sevdiyim bir şeirə oxumaq istəyirəm. Bu şeirdə ritm əsasdır. Bir zaman